Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin və ali Muhammed və əccilli vəlikəl bələd. Hər birinizə Allahın salamı, rəhmət və bərəkət olsun əziz xanımlar. 6-cı dərsimizdəyik. Dərsimizi hədislə başlayaq. İmam Həsən Əskəri əleyhissalam buyurub ki, Allah Quranı dinləyəndən dünya bəlalarını, onu oxuyandan isə axirət bəlalarını uzaqlaşdırar. Bugün ərəb əlifbasının 16, 17, 18 və 19-cu hərflərini keçəcəyik. Bu hərflər ta, za, ayn, qayn. Ta hərfi qalın hərfdir və bu cür yazılır. Təklə gələndə, əvvəldə gələndə, ortada gələndə və sonda gələndə. Eyni hərfdir. Za hərfi. Sadəcə nöqtəsi var. Təklə gələndə, əvvəldə gələndə bu çıxıntılar özündən əvvəl birləşən hərflərin olduğunu bildirir. Za hərfi, digər hərfimizin za hərfi ortada gələndə, za hərfi sonda gələndə. Digər hərfimiz əyn hərfidir. Əyn hərfi təklə gələndə, əyn hərfi əvvəldə, əyn hərfi ortada gələndə və ayn hərfi sonda gələndə. Eyni hərfdir, bu da sadəcə bir nöqtəsi var, za hərfində olduğu kimi və üstündə nöqtəsi var. Qayn hərfi əvvəldə, qayn hərfi ortada və qayn hərfi sonda. Ta hərfi Azərbaycandakı t səsindən seçilir. Biz əvvəldə keçirdik tənin qalın forması ilə ta. Ağız dolusu tələffüz olunur. Za hərfi 3-cü və sonuncu pəltə hərfimiz. Pəltə hərflərimizi keçmişdik. Za hərfi də qalındır, adından bəlli olduğu kimi. Əyn hərfi 2-ci boğaz hərfimiz, bir də hə hərfi boğaz keçmişdik. Qayn hərfi də Azərbaycandakı l səsinə yaxındır və qalın hərfdir. Bugünkü dərsimiz bu qədər. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.